Salam hörmətli izləyicilər. Gelinci biz Azərbaycan Respublikası Könüllü İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, biz Göyçay rayonunun Şərq Qəbçonun yaxınlığında yerləşən, yəni Hörmət Lalə xanımın yaşadığı sığınacaqdayıq. Qeyd edeyim ki, bir neçə ay bundan öncə biz burada çəkiliş etmişdik. Lalə xanımın istəyi ilə bu məsələni ictimailəşdirmişdik ki, 3 uşaq anası, yəni burada sığınacağa yerləşdiribdir və ona dəstək lazımdır. Və müəyyən yol sədədən dəstək gəlmişdir və bu günə qeyd edeyim ki, adını çəkilmək istəmədiyi qurum var, yəni Göyçay rayonunda. O bizim çəkilişdən sonra bizə zəng etdi və bildirdi ki, mən də dəstək olmaq istəyirəm, kömək etmək istəyirəm. Amma adımın çəkilməsini istəmir. Yəni xeyirləsi bir insanı çox sağ olsun, mən şəxsən onu tanıyıram, çox sağ olsun. Və minnətdarıq ki, doğrudan da bu günlərin həmin qurum öz köməkliyini göstərir. Yəni betonun tökülməsi üçün, yəni evin tikilməsinə görə təməli qoyulan betonun tökülməsini təmin edir. Həmin qurum çox sağ olsun, var olsun. Belə doğrudan da idarə rəhbərlərinə mən təşəkkürümü bildirirəm. Onlar əsl xeyriyyətçilərdir, əsl insanlar ki, onlar bax belə imkansız ailələrə dəstək olurlar. Mən də çəkib təqdim edirəm və həmin bir daha dəstək olan o idarə rəhbərinə öz təşəkkürümü bildirəm və orada işləyən işçilərə də, hər birinə. Bəli, mən indi Lalə xanım da buradadır. Lalə xanım, artıq sizin bax bu müraciətdən sonra sağ olsun o adını çəkilmək istəməyən qurum var ki, bugün sizə dəstək oldu. Yəni betonun tökülməsinə müəyyən köməklik göstərdi. Siz də öz təşəkkürünüzü bildirin həmin adlı quruma. Allah köməyiniz olsun. Sizə çoxlu dualar eləyirəm. Allah canınızı sağ eləsin. O 3 dənə balanı sevindirdiyiniz üçün təşəkkür edirəm sizə. Çox sağ olun. Çox sağ olun. Lalə xanım, hər bir vətəndaşın borcudur ki, imkanlı şəxsin belə işlərdə dəstək olsun, kömək olsun. Və bir daha mən o qurumlara minnətdaram ki, onlar belə Azərbaycan xalqında olan imkansız şəxsləri tək qoymurlar, onlara dəstək olurlar. Biz də bunu çəkib ictimaiyyətləşdiririk ki, qoy o bəzi imkanlı şəxslər görsün, bəlkə onlar da kömək etdi, dəstək oldu. Bax, burada artıq beton tökülməsi təmin olunur. Yəni bu, görürsünüz ki, bu evin artıq təməlidir. Burada çalışan yoldaşlar da var, onlar da kömək göstərirlər, çox sağ olsunlar, minnətdaram. Bax, bu fəhlə yoldaşlardan var ki, bəziləri təmənnasız kömək edir bu şəxsə, Lalə xanıma. Biz də bax, belə işləri daima çəkib, ictimaiyyətləşdiririk və həmin o xeyrə işləri görən yoldaşlara bir daha təşəkkür edirik. Və biz də ictimaiyyətçi olaraq belə insanların yanındayıq. Bəli, biz bilirsiniz ki, Cənab Prezidentimiz İlham Əliyev çağırışına qoşularaq bu birlik yaranıbdır. Hörmətli birliyimizin sədri Təyyar müəllim Rüzgarov tərəfindən, bəli, ictimai nəzarət, Könüllü İctimai Birliyi, bəli, yerlərdə bax belə işlərin görülməsinə dəstəkdir və digər insanların da müraciətini qəbul edir və yerlərdə olan hər hansı bir problemlər varsa onu da işıqlandırır. Bir daha mən o idarə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Həm Lalə xanım adından, həm də öz birliyimiz adından, təşkilatımız adından. Lalə xanım, xeyirli olsun, uğurlu olsun. İnşallah yəqin ki, bu çəkilişdən sonra digər qurumlar da hərəkətə keçər, sizə dəstək olar və sizin o 3 azyaşlı qız uşağınız da inşallah bu ev tikildikdən sonra xoşbəxt orada yaşayarlar, sizinlə birlikdə. Bəli, bəli. Təşəkkür edirəm hər birinizə. Kimin əməyi var, haqqı var, halal eləsin. Buyurun, buyurun, bəli. Biz daima bax belə insanların yanındayıq, daima dəstəyik.